Mənzil oğurluğu üstündə saxlanılan 3 şəxs barəsində də artıq həbs qətimkan tədbiri seçilib. O, bir qohumunun mənzilindən qızıl zinət əşyaları oğurlamaqda təqsirli bilinir. Abşeron polisi mənzildən qızıl zinət əşyaları oğurlayan şəxsi ifşa edib. Rayon polis şöbəsi və Mehdabad polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mehdabad qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsi bina 14 mənzil 12-dən oğurluq edən 19 yaşlı İsmailov Kamran Cəfəroğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı əməlini etiraf edən Kamran soxulduğu evi əvvəlcədən tanıdığını deyib. Kamran İsmailov yaxın qohumu Abbas Hüseynoğlu'nun evindən müxtəlif bijuteriyaları götürmüşdü. Həmin əşyaların qızıl zinət əşyaları olduğunu üzərində götürmüşdü. Lakin həmin əşyalardan yalnız bir qadın qızıl üzüyü 300 manat dəyəri vardı. Digər bijuteriyaların isə ümumi qiyməti 50 manatdır. Əcəmidə satdım. Neçə manata? 50. 50 manat nə yəni? 15 manat qalmışdı. Yarısında taksidə də verdim, yarısı xərclədim. Nəyə xərclədin? Siqaret, su. Hazırda faktla bağlı cinayət işi başlanılıb. İstintaq Kamranın oxşar cinayətlərinin varlığını araşdırır.